Bugün Moldovada Avropa Şurasının Nazirlər Komitəsinin iclası açılacaq. Toplantıda 46 üzv ölkənin Xarici İşlər Nazirləri iştirak edəcək. Onların arasında Gürcüstanın Xarici İşlər Naziri Maka Boçoriçvili də var. Nazirlər Komitəsinin 135-ci sessiyasında Maka Boçoriçvili çıxış edəcək. Həmçinin iki tərəfli görüşlər keçirəcək. Toplantının sonunda Moldova komitəyə sədrliyi Monakoya təhvil verəcək. Monako növbəti 6 ay ərzində komitəyə rəhbərlik edəcək. İMEDi, Post TV və Rustav-Yori televiziya kanalları Moldovada keçirilən Nazirlər Komitəsinin iclasını işıqlandıra bilməyəcəklər. Avropa Parlamenti İMEDi telekanalının fəaliyyətini bir il müddətinə məhdudlaşdırıb. Moldova isə İMEDi, Rustav-Yori və Post TV kanallarının akkreditasiyasından səbəb göstərmədən imtina edib. Hakim komanda bu qərarı sərt tənqid edir və bunu Gürcü xalqına qarşı hesablaşma adlandırır. Müxalifət isə bildirir ki, Gürcü arzusu bu media vasitələri ilə cəmiyyətə qarşı hibrid müharibə aparır və həmin televiziya kanalları müstəqil deyil. İMEDi telekanalının yaydığı məlumata görə qərar İMEDinin həftəsi proqramında yayımlanan reportaja əsaslanıb. Həmin süjetdə jurnalist avroparlamentarı Rasa Yukneviçyene ilə müsahibə almağa çalışmışdı. İMEDi Moldovanın qərarını peşə fəaliyyətinə maneə və müstəqil mediaya hücum kimi qiymətləndirir. Müxalifət Alyansı 26 may tarixində planlaşdırılan aksiyaya hazırlaşır. Son bir neçə gündür Alyans üzvləri Tbilisidə vətəndaşlarla qapı-qapı görüşlər keçirirlər. Alyansa daxil olan partiyalar bu kampaniyanın əhəmiyyətini xüsusi vurğulayırlar. Aksiyanın təşkili müxalifətin digər hissəsi tərəfindən tənqidlə qarşılanır. Hakim komandada isə bildirirlər ki, həm qapı-qapı kampaniyası, həm də planlaşdırılan aksiya növbəti uğursuzluqla nəticələnəcək. Çində ABŞ prezidenti Donald Trump'ın 2 günlük səfəri davam edir. Səfər çərçivəsində Donald Trump Çin prezidenti Xi Jinpinglə yenidən görüşüb. Görüş zamanı Trump ABŞ və Çin arasındakı münasibətlərin çox güclü olduğunu bildirib. O həmçinin Çinə səfərin özü üçün böyük şərəf olduğunu deyib. ABŞ prezidenti əlavə edib ki, görüşdə İran məsələsi də müzakirə olunub. Çxetam Tianeti bölgəsində Duşeti Meşə Təsərrüfatının İdarəsinin inzibati binasının bərpası başa çatıb. Yenilənmiş məkan yerli sakinlərə və özəl sektora meşə təsərrüfatı xidmətlərinin yerində əldə etmək imkanı verəcək. Milli Meşə Agentliyinin planına əsasən ölkə üzrə ümumilikdə 10 belə mərkəz yaradılacaq. Oxşar işlər artıq Oni, Lendexim, Çxeta, Aspinza, Zestafoni və Saçxeredə də tamamlanıb. İdman naziri həndbol üzrə milli komandanın yeni baş məşqçisi Ruben Qarabay ilə görüşüb. İspaniyalı mütəxəssis komanda ilə bağlı baxışlarını nazirə təqdim edib. Ruben Qarabaya uğurlu oyuncu karyerasına sahib olub. O, Olimpiya oyunlarının bürünc mükafatçısı və dünya çempionudur. Müxtəlif dövrlərdə Barcelona və Valladolid kimi məşhur klubların formasını geyinib. Məşqçilik fəaliyyətində isə Misir və Çin milli komandalarında, eləcə də Avropa klublarında çalışıb. İndi onun əsas məqsədi Gürcüstan həndbolunu yeni mərhələyə yüksəltmək olacaq.